Deməli, bugünkü mövzumuz çoxluqlar mövzusudur, uşaqlar. Çoxluqlar mövzusu olduqca asan, həm də tez qavranılan mövzulardan biridir. Çoxluqlar nə deməkdir? Çoxluqlar riyaziyyatda müəyyən elementlərin bir yerdə toplamına deyilir. Məsəl üçün, 7A sinifinin şagirdləri çoxluğu. Burada həmin çoxluğa daxil olan elementlər o sinifin şagirdləridir. 7B sinifi çoxluğu 7B-yə daxil olan uşaqların çoxluğundan ibarətdir. Çoxluqlar növlərə görə bölünürlər. Sonlu çoxluqlar, sonsuz çoxluqlar, sonsuz, bir də boş çoxluq. Sonlu çoxluqlar nədir? Məsəl üçün, mən deyirəm ki, dünyada olan insanların sayı, yəni bu konkret bir saydır və yaxud da məktəbdə olan şagirdlərin sayı. Bu da nədir uşaqlar? Konkret bir rəqəmdir, saydır. Deməli, bu nədir? Sonlu çoxluqdur da. Yaxşı, mən desəm ki, natural ədədlər... Salam müəllim. Salam Fərid, salam. Mən desəm ki, Mən tapşırıqları da atmışam ha mən. aha, tamam, Fərid, dərs qayda olunur. Yəni, deyim əvvəlcədən. Oldu mən. Aha. Dedik ki, natural ədədlər çoxluğu. Uşaqlar, biz ən kiçik natural ədədi tanıyırıq. Bu 1-dir. Ən böyük natural ədədi heç kim tanımır. Yəni, bu sonsuzdur. Sonsuzluğa qədər davam edir. Ona görə də nədir? Natural ədədlər çoxluğu sonsuz çoxluqdur, tamam mı? Bu formada biz bunu yazırıq. Bəs boş çoxluq nədən ibarətdir? Boş çoxluq nədir, uşaqlar? Məsəl üçün, deyirəm ki, bir hadisə verir bizə, hal-hazırdakı bir şərt hadisə verir. İndi bizim saatlarımız 22:19-u göstərir. Deyir ki, bir saatdan sonra saat 3 olacaq. Bu hadisənin ehtimalı nədir? Təbii ki, boş çoxluqdur. Düzdürmü uşaqlar? Bizim dərsdə bir dənə xanım var. O da Leyla xanımdır. Digərlərimiz bəylərdir. Deyir ki, bizim dərsdə olan qızların sayı 5 ədəddir. Məlumatın biz çoxluğa yığsaq, boş çoxluq olacaq, yoxsa sonlu çoxluq olacaq? Təbii ki, boş çoxluq götürəcəyik. Düzdürmü uşaqlar? Çünki bizdə bir ədəd Leyla xanım var. Bəli müəllim. Düzdürmü? Ay sağ ol. İndi ay uşaqlar, bunları tanıyan sonra boş çoxluq bax bu cür işarə olunur. Çoxluqları göstərmək üçün belə bir fiqurlu mötərizələrdən istifadə edirik. Mən deyirəm ki, belə bir A çoxluğum var. A çoxluğunun elementləri 1, 3, 5, 7, 9, 10'dur. Bu A çoxluğunun elementləridir. Burada olan elementlərin sayını göstərmək üçün belə bir şərtdən istifadə olunur. Baxın, N-lə. N, A bərabərdir. Elementləri gəlin sayaq. 1, 2, 3, 4, 5, 6. N, A bərabərdir 6-ya. Bu nəyə göstərdi uşaqlar? Sayını. Aydındır. Bu formada yazmış oluruq. İndi uşaqlar, alt çoxluq anlayışı var. Alt çoxluq nə deməkdir? Hər biriniz müasir dövrün uşaqlarısınız. Aha, Leyla bax, məsəl üçün emojilə uşaqlar verir. Kiməsə aydın olmayanda desin. Bax, aydındırsa oradan emojilə işarə verin. Leyla kimi. Bax, Leyla əla tuşuna bastı. Bildim ki, ona aydındır mövzu. Alt çoxluq. Alt çoxluq anlayışı nə deməkdir, müəllim? Siz proqramlara daxil olursunuz da, kompüterdə açanda, belə bir proqramın üstünə vuranda, arxa fonda belə bir proqramlar açılır. Düzdürmü uşaqlar? Belə-belə yazılar gəlir. Bu deməkdir ki, bu proqram bunun neydir? Alt proqramıdır. İnformatiklə siz bunu keçmisiniz. Biz də analoji olaraq nə edirik? Alt çoxluq anlayışından istifadə edirik. Bir dənə B çoxluğu götürürəm, B çoxluğu. Onun elementləri 3, 5, 7-dir. Ay uşaqlar, 3, 5, 7 hər biri
kimdən götürülüb? A çoxluğunun içərisindən. Düzdürmü? O zaman belə çıxır ki, B çoxluğu nədir uşaqlar? A-nın alt çoxluğudur. Alt çoxluq işarəsi bax bu cürdür. Aydındır? Belə bu formada yazılır. Bu nəyə göstərir? Alt çoxluğunun işarəsini göstərir. Gəlin daha yaxşı başa düşmək üçün sizə belə bir misal çəkim. Deyirəm ki, məktəbdə olan siniflər var. 1-dən 11-ə kimi siniflər var. Ümumi şagirdlərin sayı 1500 nəfərdir. 7A sinifi məktəbdə olan şagirdlərin alt çoxluğudur. 11A sinifi məktəbdə olan şagirdlərin alt çoxluğudur. Aydın oldu? Yəni, ümumi bir çoxluğu siz kusoklara bölsəz, hər bir kusok, hər bir parça o ümumi parçanın alt çoxluğu sayılmış olacaq. Ay müəllim, əgər burada kənar bir rəqəm versə, onda biz deyə bilərik ki, alt çoxluqdur. Məsəl üçün necə? Tutalım ki, burada bir əlavə 8 də verir. Hə, belə olsa deyəcəyik yox, alt çoxluq deyil. Tamam mı? Bir dənə rəqəm, kənar rəqəm olsa, o zaman şərtimizi ödəməyəcək. Bir də var bərabər çoxluq anlayışı. Bərabər çoxluqlar son zamanlar testlərdə çox soruşulan sual tipidir, amma çox rahatdır. Bərabər çoxluq nədir? Eyni bir A' çoxluğumuz var. Lakin burada ardıcıllıq gözlənilmir. Məsəl üçün 9 verir, 5 verir, 7 verir, 3 verir və s. Bunun bütün elementlərini yazmalıyam. Mən tez bağladım. 9, 5, 7, 3, 1. Sonra kim qaldı buradan? Bir də 10'umuz qaldı da 10. 1, 2, 3, 4, 5, 6. Hamısını yazdım. Və görürsünüz, yerlərini dəyişdirdim. Amma yerləri dəyişsə belə, bunlar yenə də kimin çoxluğunun elementləridir? A çoxluğunun elementləridir. Ay müəllim, yaxşı, bəs siz bunu buradan götürdünüz. Biz bunlara deyə bilmərik mi alt çoxluğudur? Hə, uşaqlar. Buna həm deyə bilərsiniz alt çoxluqdur, həm də bərabər çoxluqdur. Bərabər olanda, baxın, 1, 2, 3, 4, 5, 6 elementlərin hamısı yazılırsa, alt çoxluğun içərisində, o zaman deyirik bu nədir? Bərabər çoxluqdur. Bura qədər qaranlıq qalan nəsə varmı? Aha. Və yadda saxlayın uşaqlar, hər bir çoxluq özünün alt çoxluğudur, tamam mı? Yəni, bax, görürsünüz, burada bir A' çoxluğu yaratdım. Bunlar həm bərabərdirlər, həm də A' nədir uşaqlar? A-nın alt çoxluğudur. Aha, aydın olanda, bax, emoji bildirin uşaqlar. Fəridə aydındır, Elmirə aydındır. Sizin emojilərdən Leylaya aydındır. Nəsimiyə də aydındır. Yəqin ki, Həbibə də aydındır. Əla, super. Tamam uşaqlar, mən səhifəni qapanmıram. Sadəcə səhifəni çevirəcəm, yeni bir səhifə açıram. Yenidən biz bura qayıdacağıq. Tamam, okey. İndi, ay uşaqlar, gəlirik nəyə? Çoxluqlar haqqında biz danışdıq. Yadda saxlayın ki, belə bir sual soruşur sizdən, belə bir qeyd yazırıq. Bu buraxılış imtahanına düşür, sınaq imtahanlarında istifadə olunan bir, belə deyək, anlayışdır. Deyir ki, n elementli çoxluğun bütün alt çoxluqlarının sayı 2/n-dən tapılır. Bizim artıq bu qələm donmağa başlayır burada. İcazə versin, alt çoxluqların sayı. Alt çoxluqların sayı uşaqlar 2/n-dən tapılır. 2/n-dən. Məsəl üçün deyirəm də, A elementinin, A çoxluğunun elementləri 1, 2, 3'dür. Deyir ki, bunun alt çoxluqlarının sayını tap. Mən onda elementləri sayıram burada. 1, 2, 3 dənə elementi var, düzdür? Say nə ilə göstərilirdi? Balaca n-lə. Balaca n 3-dürsə, onda alt çoxluqların sayı 2/n-dir. Yəni, 2/3. Bu deməkdir ki, 2 vur
2 vur 2. Olacaq necə? Nəsimi buyur. Mən bir yağ demədi ki, at çoxluq elə özü götürülür. Burada sayını, bəli, alt Bəli, çoxluq. müəllim. İndi baxın uşaqlar, bax 1 2 3 də özünün o bərabərdir, həm də alt çoxluğudur uşaqlar, tamam mı? Burada bizdən onların sayını soruşur. Məsəl üçün baxın, mən alt çoxluq olaraq belə bir yarada bilərəm. 1 2 də bunun alt çoxluğudur, düzdürmü? 1 Bəli. dənə 3 alt çoxluğudur. Belə. Özü-özünün alt çoxluğudur. 2 ilə 3 alt çoxluqdur. Düzdür? 2 ilə 1 alt çoxluqdur. Elə 3, 2, 1 alt çoxluqdur. 3, 1, 2 də alt çoxluqdur. Gördünüz? Yəni bizim imtahanda oturub bunları bir-bir yer dəyişmə eləyə yazmağa vaxtımız Hə, yoxdur uşaqlar. sayın istəyirəm, ümumi sayın. Bildim mənim, başa düşdüm. Bəli, bəli. Ümumi sayın soruşanda biz 2 üstü n-dən nə edirik? İstifadə edirik. Bu ümumi sayın düsturudur. Bu formada yazılır. Bu formada yazdıq, deməli. İndi keçirəm mən çoxluqların birləşməsindən danışacağım uşaqlar. Bir də çoxluqların bəzi xassələri var, onu da bunun ardıca verəcəm. Çoxluqların birləşməsi. Elə gəlin buradan yazaq. Çoxluqların birləşməsi. Uşaqlar, biz normalda yallı getdiyimiz zaman əllərimizi, yəni bunlar insanlar olsun, baxın, birləşmənin işarəsini deyəcəm, bir dəfəlik yadda saxlayın. Bu insanlar bir-birinə əllərin bu cür tuturlar da, düzdürmü uşaqlar yallı gedəndə? Baxın, yallı getdiyimiz zaman əllər yuxarı doğru qalxır da, düzdürmü? Bu deməli nəyi Bəli, göstərir? müəllim. Birləşməni göstərir, düzdürmü? Baxın, gördünüz? Deməli, birləşmənin işarəsi ağzıya yuxarıyadır. Aydındır. Sanki elə bir ki, əllər birləşib qaldırırlar əllərini yuxarıya. Aydındır. Bu birləşmənin işarəsi uşaqlar, yəni çoxluqların birləşməsinə. İndi gəlin biz çoxluqları birləşdirək. Bir dənə A çoxluğu deyin. Hərəniz bir dənə rəqəm deyəcəksiniz. Leyla bir dənə rəqəm de. A çoxluğuna yazın. 6. Leyla 6 dedi. Nəsimi birin səndə. 7. 7. Elmir birin səndə. 8. 8. Həbib. 9, Fərid. Müəllim 7 deyəsidim olsun. Mən şey olsun. Aha. 1. 1. Tamam. Yazaq 1. İndi bir dənə də B çoxluğu qıraqda yazaq. Leyla buyur bir dənə ədəddir B çoxluğundan. 9. 9. Nəsimi. 7. 7. Fərid. 1. 1. Həbib. 5, 5. Elmir. 3. 3. İndi gəlin uşaqlar bunları bir-birinə birləşdirək. Birləşmə bu cür işarə bax A ilə B-nin birləşməsi. Belə yazılır. Bərabərdir. Birləşməni yazanda hər ikisini birləşdirirsiniz. Balacadan böyüyə doğru düzülük ədədləri. 1. 1-dən sonra gələn ədəd neçə olmalıdır? 3. 3, 5. 3, 5. Sonra 6. 6, 7. Sonra 8. 9. Leyla buyur. Müəllim, bir ədəd 2 dəfə yazılıbsa, elə bir dəfə yazırıq onu. Bir dəfə qızım, bir dəfə yazılır. Bəli, təkrarlanmır. Bir dəfə yazıb yekunlaşdırırıq. 1, 3, 5, 6, 7 sonra 8, bir dənə dediniz, 9.
Bu birləşmədir uşaqlar. İndi gəlin biz kiçik n-lə bunun sayını göstərək. A ilə B-nin birləşməsinin sayını. Neçə ədəddir burada birləşmənin sayını? Sayın görüm. 8 Yed- 7. 7 dənə. 7. 1, Bir 2, 3, Tamam. 4, 5, 6, 7 dənə. Deməli, bunların sayları 7 ədəddir. İndi mən desəm ki, birləşmənin alt çoxluqlarının sayını tapın. Yəni, bax, bu çoxluğun uşaqlar alt çoxluqlarının sayını ümumi soruşuram. 128. Afərin, afərin. Necə elədik ki? İzah elə. Nəsim öz fikrini necə tapdın? Yoldaşın soruşur. Mənim yuxarıda dediniz ki, alt Aha, çoxluqlarının sayı 2 üstü n ilə tapılır. Biz də burada aha. tapdıq ki, n 7-dir. 2 üstü 7 də 128-ə bərabərdir. Bəli, bəli. 2 üstü 7 Leyla, yəni 2-ni 7 dəfə bir-birinə vurmaq deməkdir. Bu da 128-dir. Burada informatik üzrə hazırlaşanlar varsa 2-nin qüvvətlərini əzbər bilirlər yəqin ki. İndi ay uşaqlar, bu oldu birləşmə. Birləşmədə kimsə sualı qaldı? Nəsə qaranlıq, aydın olmayan bir şeylər. İndi gəlin birləşmənin xassələrinə baxaq uşaqlar. Bizim bu qələm çox möhtəşəm yazır. Deməli, xassələr. Ay uşaqlar, A ilə B-nin birləşməsi. Aha, başa düşdün Fərid. A ilə B-nin birləşməsi B ilə A-nın birləşməsinə bərabərdir. Bu birləşmənin xassələridir. Sonra A çoxluğunun birləşməsi B ilə C-nin birləşməsinə, yəni biz bunu belə də yaza bilərik. A ilə B birləşir C ilə. Belə də yaza bilərsən. Yəni doğrudur bu ifadələr, tamam mı? Bax testlərdə bunları sizdən soruşacaqlar. A ilə A-nı birləşdirsəm hansı çoxluğu verər mənə? Elə A-nın özünü də. Düzdür? A. A ilə boş çoxluğu birləşdirsəm mənə neyi verər? Boş çoxluq. Yox, A-nın özünü birləşdirsəm, demirəm kəsişdirsəm. Onu Birləşdirəndə söyləmədim. bir elementdə yazırıq, axı, aydındır A. Nəsimi? Birləşəndə boşla dolunu birləşdirirsən, olur dolu. Aydındır? Bildim mən. Aha. Və uşaqlar, əgər A çoxluğu B-nin alt çoxluğu olacaqsa, o zaman deyirik ki, A ilə B-nin birləşməsi kimə bərabərdir? Elə B-nin özünə. A, B-nin alt çoxluğu da deməkdir ki, A-nın içində olan elementlər hamısı B-dən götürülür. Aydındır? Ona görə mən A-nı B-yə birləşdirsəm, elə B-nin özünü verəcək mənə. Tamam mı? Belə. Keçirəm indi kəsişməyə. Kəsişmə. Bu arada deyəsən bizə vaxtla bağlı interval gəldi, hə? Uşaqlar, vaxtın bitməsinə dair, yoxsa bir gəlməyib? Hə, yox, gəlməyib. Yox, Hə, amma mənə çox var. əla, əla. Çoxlar kəsişməsi bu cür şairi olunur. Baxın, necə ki biz yallı gedib bitirəndən sonra qollarımızı aşağı salırıq, baxın, və o yallının zənciri bir-birindən ayrılır da, düzdürmü? Buna deyirlər kəsişmə. Kəsişmə anlayışı nə deməkdir uşaqlar? Hər birində eyni olanları götürməlisən. Yəni tutaq ki, bir dənə də gəlin çoxluq yazaq, A çoxluğu. Leyla, buyur, bir dənə elementdir. Kəndi rəqəmdir bir dənə. Mən Neçə? mənəsə Bəli, bəli. Leyla, sən 9. səndə. Eşitmədim tam 9. Aha, Fəriddir. 7. Nəsimi. 1. Həbib. 5. Elmir. Bir. Biri deyiblər, təkrar olmaz.
Elmir deyəsən təkcə qulaq asır. Ola bilər. Elmir. Müəllim, 8. 8. Yəni uşaq 8 deyirsə, ardın öz-özümüz düzəltməliyik. Yəni 8 demək istəyir. 8. İndi gəlin bir B çoxluğu yaradaq uşaqlar. Leyla buyur. 1. Aha, B 7 olsun. Elə bildim mən birləşdirək daşdı. Aha, 7. Fərid. Müəllim, bir dəqiqə. Başqa rəqəm deyək də onda. Mən 20 desək olar. Olar, olar. 20. 20. Nəsimi. Nə deyim müəllim? Bir deyim də mən bir. Tamam, 1. Həbib. 4. 4. Elmir. 6. 6. Bəzi yoldaşlarınız az çoxluqdan eyni ədədlər dedilər burada. İndi gəlin baxaq. Kəsişmə demək, hər ikisində eyni olanları yazmaq deməkdir. Yəni, A ilə B-nin kəsişməsi, hər ikisində eyni olanları mən götürməliyəm. 7-dir, bir də 1-dir. Bir daha deyirəm, kəsişmə hər ikisində eyni olanlardır. Deməli, kəsişmə 1 ilə 7-dir. Bu formada da yazılır. Bizdən bunun sayını soruşsalar uşaqlar, kəsişmənin elementlərin sayı neçədədir? Biz bunu kiçik n ilə göstəririk. 1, 2. Bəli, 2 ədəddir. İndi mən belə bir sual verirəm. Deyirəm ki, uşaqlar, çoxluqların kəsişməsinin alt çoxluqlarının sayı nə qədərdir? 4. Nəsimi buyur. 4 dənə. 4 dənə. Yəni biz bunu 2 üstü n ilə tapırıq. O da bərabərdir. Biz n-in qiymətini buradan 2 tapdıq. 2 üstü 2 4-ə bərabərdir. Bu alt çoxluqların sayı. Tamam mı uşaqlar? Belə tip suallar görə bilərsiniz. İndi gələk bunları Euler-Venn diaqramlarında göstərək uşaqlar. Bu çünki istifadə olunur. Bu gördükləriniz uşaqlar Euler-Venn diaqramlarıdır. Euler-Venn diaqramlarını siz aşağı siniflərdən görə gəlmisiniz. Bura A çoxluğu yazaq. Bura da gəlin B çoxluğu yazaq. Baxın, bu sahəyə, yəni bax, bu sahəyə ancaq A-nın elementləri yazılır. Bu sahəyə ancaq B-nin elementləri yazılır. Orta hissəyə isə, orta hissəyə sizcə nə yazılar uşaqlar? Hər ikisi. Bəli, hər ikisində eyni olanlar. İndi gəlin baxaq. Nəsimi, İndi A çoxluğunun elementləri. A-nın elementlərini yazmazdan əvvəl gəlin uşaqlar, birinci mərkəzi duranları yazaq. Mərkəzə mən nə yazmalıyam burada? Mərkəzə. 1. Afərin, 7-dən 1. Çünki hər ikisində var. İndi də A-nın elementlərini uşaqlar bura yazaq. 5, 8, 9. Daha 1-dən 7-ni bura yazmırlar. Çünki ortaya yazmısan. B-nin elementlərini yazaq. 4, 6, bir dənə 20. Aydın oldu. Bu da çoxluqlar mövzusunda Euler-Venn diaqramları. İndi uşaqlar, kəsişmənin bəzi xassələri var. Gəlin tanış olaq. A ilə B-nin kəsişməsi bərabərdir. B ilə A-nın kəsişməsinə bu cür yaza bilərsən. İcazəm var. Və yaxud da A kəsişir B və C-nin kəsişməsi ilə. Bunu da deyir, belə yaza bilərsən. A-nı kəsişdir B ilə. Sonra onu da kəsişdir C ilə. Belə yaza bilərsən. A ilə A-nın kəsişməsi, uşaqlar, A ilə A-nın kəsişməsi A-nın özünü verir. A ilə boş çoxluğun kəsişməsi isə
Yəni boş çoxluq içində heç nə yoxdur. İçində heç nə olmayanla dolu çoxluğun nə ortaq cəhəti ola bilər ki? Heç nə. Ona görə də boş çoxluq. Belə bir sual verim sizə. Ə, Bir insan var, dərrakəlidir, dərrakəlidir. Bir insan da var, başı boşdur, işləmir. Bunların ortaq cəhəti nə ola bilər ki? Ağıl sarıdan, elm sarıdan. Heç nə. Ortaq cəhətləri yoxdur. Aydındır? İndi o dediyimiz qayda bura yenə də keçərlidir. Onu da bu yaxlar dedim. Uşaqlar, gəldik indi çoxluqların düsturları var. Onları da deyəcəm. Yorulmamısınız? Xeyr, mən Axırıncı başlığımızda çoxluqların fərqi. Dərsi iki hissəyə bölmürəm ki, bir hissədə hamısını full izləyə biləsiniz. Çoxluqların fərqi. Uşaqlar, çoxluqların fərqi deyəndə bir dənə məsəl üçün çoxluq yazıram bura. A çoxluğu. Bu dəfə icazənizlə özüm yazıram. 3, 4, 5, 6, 8, 10. B çoxluğu isə B-dir ya, bu D deyil, B. 3, 5, deməli 7, 9, 11. İndi mənə deyir ki, A-nın elementlərinin içərisindən B-nin elementlərini çıx. Bax, çıxma belə işarə olunur çoxluqlarda. Fərq budur, bax. Fərq işarəsi budur, uşaqlar. Gəlin A-nın içindən B-dəkiləri çıxaq. Yəni, B-də təkrar olunanlar kimdir? A-nın içərisində də var, ortaqlar. 3-dür, bir də kimdir? 5, düzdür? Qalanlar təkrar olunmur ki. Qalanları yazıram burada. A-dan B-nin elementlərini çıxdım. Yerdə nə qaldı? 4, 6, 8, bir də 10. Aydındır? Hə, uşaqlar? İndi gəlin bunun əksini edək. Emojla fikir bildirsəz sevinərəm. B-dən A-nı çıxaq. Aha, aydındır. B-dən A-nı gəlin çıxaq, uşaqlar. B-dən A-nı çıxdığımız zaman bu dəfə A-da gördüklərimi B-nin içərisindən çıxardıram. Yəni 3 ilə 5-i buradan silirəm. Yerdə qalanları gətirib yazıram burada. 7, 9 və 11. Bu formada yazdır. İndi bəzi düsturlar var. Onlar da deyək, deməli, N-A-la birləşməsi. Hər il imtahanlarda bu cür düsturdan falandan sual düşür. Elə bir il yoxdur ki, həmin ildə buradan sual gəlməsin. N-A üstə gəlinsin N-B çıxılsın bunların kəsişməsi. Yəni N-A-la B-nin kəsişməsi. Daha sonra N-A-la B-nin birləşməsi üçün belə bir düsturumuz var. Bu da istifadə olunur və testlərin içərisində bəri başdan deyim ki, var, sonra deməyin yoxdur. N-A-la B-nin fərqi üstə gəl, N-B ilə A-nın fərqi, N-B ilə A-nın fərqi və üstə gəlinsin N-A-la B-nin kəsişməsi. Kəsişməsi. Bu formada yazdıq. Bundan sonra uşaqlar, N-A-nın özü element olaraq nəyə bərabərdir? Bunu da sizdən istəyə bilər. N-A-nın özü bərabərdir. N, deməli, A-la B-nin fərqi, A-la B-nin fərqi, üstə gəlinsin N, A-la B-nin kəsişməsi. Bunlar hazır formullardır. Bunlara aid də ən qədəri suallar var, tamam mı? Kimə nə aydın deyil, indi buyursun sual versin. Kimə nə aydın deyil. Düsturlara baxın. Nəsə aydın deyilsə soruşun. Aydındırsa biz kaydı burada bıraq saxlayaq. Nəsə kaydı saxlaya bilərsə nəzərə